İfadəni sadələşdirin. Burada bərabərdir. Tangens alfa bizə gəlir 2x deməli birinci əvəz etməni göstərək. 2x üstə gəlsin 4'ü 1 alfa və 86 çıxılsın x-i isə bir beta olaraq görsək. Deməli tangens alfa üstə gəl tangens beta bölünsün 1 minus tangens alfa vur tangens beta. Bu bizə tangensin toplama teoremini verirdi. Yəni ifadə bərabər olmalıdır tangens alfa üstə gəl betaya. Yəni burada alfa üstə gəl beta deyildi. Biz tərəf-tərəfə toplasaq ifadələrimizi alarıq. 86 ilə 4'ün cəmi 90. 2x-dən də x çıxsaq sadəcə bir dənə müsbət x qalır. Deməli ifadəmiz olacaq tangens 90 dərəcə üstə gəlsin x. Çevirmə düsturlarına əsasən tangens 90 dərəcədə adı dəyişəcək funksiyamızın kotangens x olacaq. 90 üzərinə x gəldikdə ikinci rübə düşdüyü üçün ikinci rübədə tangens mənfidir. Deməli ifadə olacaq mənfi kotangens x.